Salam, hər vaxtınız xeyir. Mən Lalə Babayeva. Bugün sizə Kadiranın yenilənmiş nəşrindən, ikinci nəşrindən testlərin izahını verəcəm. Deməli, mövzumuz informasiya və informasiya prosesləridir. Gəlin vaxt itirmədən testlərin izahına keçək. Deməli, Eldar əlindəki almanın qırmızı və yumşaq olduğunu dedi. O meyvədən hansı növ informasiya aldı? Eldar əlində tutduğu almanın rəngini görməklə vizual informasiya aldı və toxunmaqla da yumşaq olub olmadığını təyin elədi. Deməli, vizual və toxunmaq, yəni taktil informasiyası aldı. Uyğun variant Y variantı. Daha sonra növbəti informasiyanın növləri. İnformasiyanın növləri hansılardır? Səs informasiyası, görmə, taktil, dad, qoxu informasiyaları. Bilik verilən informasiya. Bunların tərifləri burada qeyd olunubdur. Gəlin burada bu şəkildə yazaq. Deməli, ixtiyar bir məlumatdır. Mənası olub olmaması önəmsizdir. Bəli, bu veriləndir. Verilən ixtiyar bir məlumatdır. Onun mənası olub olmasının heç bir əhəmiyyəti yoxdur. Bilir ki, kompüterdə bütün məlumatlar verilənlər şəklində yerləşir. Deməli, A variantı uyğun gəlir ikinciyə. Sonra keçək növbətiyə. Müəyyən bir mənaya sahib olan veriləndə, artıq verilən mənası varsa, o bizim üçün informasiyaya çevrilir. B uyğun gəlir üçüncü varianta. Sonra informasiya üzərində müəyyən mövcud qaydalar əsasında əməliyyatlar aparılması nəticəsində alınan və qərar qəbul etməyə kömək edən məlumatlar toplusu isə bilik hesab olunur. C də 1 1C 2A 1C 2A 3B Y variantı. Sonra davam edək. Növbəti. Aha. Hansı obyektdən insan səs informasiyası qəbul edir? Burada təbii ki, bizə nümunələr verilibdir. Bu nümunələr əsasında uyğun variantı seçəcəyik. Kitabdan yazılan faktlardan. Kitab təbii ki, bu deyil. Günəş şüası təbii ki, bu da deyil. Kükürt qazının havaya yayılmasından yox, meyvələrin rəngindən yox, güclü yaxşı yağmasından təbii ki, biz səs informasiyası almış oluruq. Kompüterdə olan bütün informasiyalar kompüterlər üçün nədir? Veriləndir. Bayaq mən də bunu mən qeyd elədim. Sonra növbəti 6-cı testə baxaq. Burada informasiyanın növləri var. Aktuallıq, obyektivlik və tamlıq və təyin eləməyə bizə tapşırılır ki, hansı aktual informasiya, hansı obyektiv, hansı tamlığın tamlığı xassəsidir, yəni tamlıq xassəsini əks etdirir. Obyekt və ya hadisə haqqında toplanmış informasiya miqdarı ilə ölçülür. Miqdarı ilə ölçürsə bu yadınızda saxlayın. Yəni bu tamlıq xassəsi, yəni informasiya toplayır. Obyekt haqqında tam informasiya toplayır. Onun obyektiv gerçəkliyə uyğun olması B 2-yə gedəcəkdir uyğun olaraq variant olaraq. C. Obyekt haqqında informasiyanın bu obyektdən istifadənin məqsəd və vəzifələrinə nə dərəcədə uyğun gəldiyini göstərir. Xeyr, bu deyil. Onun mövcud zaman anına uyğunluq dərəcəsi. Ümumiyyətlə, aktuallıq deyilirsə zaman, yəni indiki zaman, aktual, indi hal-hazırda mövcud olan mənasını eyniləşdirmək lazımdır. 1-ə də uyğun gələcəkdir D variantı. Deməli, 1D, 2B, 3A uyğun variant D variantı. Sonra növbəti aktual informasiyadır. İnformasiyanın başa düşülən olması, informasiyanın qismən başa düşülməsi, cari zamanda bizlər üçün əhəmiyyətli olması. Bayaq mən dedim ki, aktuallıq sözü harada gördüksə, zamanla əlaqədar olmalıdır. Biz zamanla əlaqələndirməliyik onu. Ona görə aktualsa cari zamana uyğun olmalıdır. Uyğun variant C variantı olacaqdır. Sonra deməli, 8-ci testin izahına baxaq. Biri obyektiv informasiyadır. Yay fəsli ilin ən gözəl fəslidir. Obyektiv informasiya nədir? Yəni, obyektiv reallığa uyğun olmalıdır. Kimsə şəxsi, subyektiv fikrindən asılı olmamalıdır. Yay fəsli ilin ən gözəl fəslidir. Bu kimsə şəxsi fikridir. Yəni, kiməsə görə yay gözəl ola bilər, kiməsə görə yox. Yəni, istini sevməyən birisi üçün yəni, yay fəsli istər gözəl fəsil hesab olunmur. Bu doğru deyil. Aytənə görə Nazlı çox mehriban qızdır. Nazlının mehriban olması Aytənin fikrincədir. Yəni, subyektiv fikirdir bu Aytənin.
Bu da doğru deyil. Çöldə hava çox soyuqdur. Bu da subyektiv fikirdir. Bu gün küləyin sürəti saatı 8 km. Artıq bu dəqiq fikirdir, yəni obyektiv fikirdir. Kimsə şəxsi rəyindən, fikrindən asılı deyil. Rauf və Fuad görüşmək üçün məkan təyin etdilər, lakin vaxtı təyin etməyi unutdular. Burada Rauf və Fuad üçün informasiya hansı xassəsi pozulmuşdur? Təbii ki, tamlıq. Yəni informasiyanı tam qərarlaşdıra bilməyiblər. Belə ki, məkan təyin ediblər, ancaq vaxtı yox. Doğru mülahizəyi müəyyən edin. İnformasiya anlaşılan dildə təqdim olunursa, deməli aktual. Xeyr, o anlaşılı informasiya anlaşılı xassəsidir, bu deyil. Sonra Ayselin Fatimə haqqında düşüncələri obyektiv informasiyadır. Xeyr, bu subyektiv informasiyadır. Ayselin şəxsi fikirdir. İnformasiyanın tərkibində deyəsən, yəqin ki, çox güman ki, ifadələr olarsa, deməli bu anlaşılır. Xeyr, olmazsa anlaşılır informasiyadır. Daha sonra etibarlı informasiyadır. Hər hansı bir şəxs Instagram səhifəsində məktəblərdə ümumi təhsilin yenidən distant formada təşkili barədə post paylaşdı. Bu etibarlı informasiya. Xeyr, bu kimsə şəxsi fikridir, paylaşıbdır, yanlış da ola bilər, doğru da ola bilər. Yəni bir şəxsin fikrin əsaslarına biz rəy çıxara bilmərik ki, bu etibarlı informasiyadır. Etibarlı informasiya o vaxt etibarlı hesab olunur ki, bir neçə mənbədən həmin informasiya alınır və mənbələrdəki məlumatlar üstə düşürsə, deməli bu etibarlıdır. Hidrometeoroloji stansiya sabah havanın deməli kəskin soyacağı barədə əhalini məlumatlandırdı. Bəli. Bu dəqiq etibarlı informasiyadır. Ona görə ki, mənbə hidrometeoroloji stansiyadır. Stansiyanın da belə deyək, məqsədi havanın temperaturunu təyin etmək, hava ilə bağlı proqnozları əvəzdən yəni insanların nəzərinə çatdırmaqdır. Sonra keçək növbəti testin izahına. Deməli, informasiyanın xassələri hansı sırada düzgün verilmişdir? Obyektivlik, tamlıq, kütləvilik. Baxın, informasiyanın 11 dənə təxmini xassəsi var. Burada bax, kütləvilik alqoritmi xassəsidir. Ona görə bu uyğun variant deyil. 4 dənə alqoritmi xassəsi var da, kütləvilik, nəticəli, diskretlik xassələri deməli alqoritm xassələridir. Burada da diskretlik sözü pozur cərgəni. Burada da deməli, burada da C variant. Bax, obyektivlik, tamlıq, etibar, aktuallıq anlaşılır. Bu informasiyanın xassələri hesab olunur. Burada nəticəlilik, bir də nəticəlilik. Burada nəticəlilik sözü uyğun gəlmir. Burada da yeni diskretlik sözü uyğun gəlmir. Uyğun variant da C variantı. Vəli məntiq oyunu oynayan zaman gizli otağın qapısını açmaq üçün 2 ədəd şifrə tapmışdır. Amma gizli otağın 2 ədəd şifrəsi var və Vəli bilmir ki, bu şifrələr hansına uyğundur. Burada Vəli üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Təbii ki, tamlıq xassəsi. Axı, əlində şifrənin olmasına baxmayaraq, Vəli bilmir ki, bu şifrə hansına uyğundur. Ona görə tam informasiyaya sahib deyil. Ona görə uyğun variant A variantıdır. Gizli otağın şifrələri yanlış yığılarsa, avtomatik şifrə başqa şifrə ilə əvəz olunur. Vəlinin ilk cəhdi uğursuz olur və artıq vəlidə olan şifrələr üçün hansı xassəsə pozulmuşdur? Aktuallıq. Niyə? Çünki vəlinin əlində olan şifrələr hal-hazırda aktualdır. Əgər şifrə yanlış yığılarsa, yanlış olarsa, artıq digər ikinci şifrə düzə əhəmiyyətini itirir. Çünki şifrə dəyişib başqa şifrə əvəz olunur. Ona görə aktual hal-hazırki vaxt üçün vəlinin əlindəki şifrələr aktual hesab edilmir. Sonra davam edək. 14. Musiqi təhsili alan Aytən yaxın dostu Gülnara yeni bəstələdiyi musiqi notlarını göndərir. Amma Gülnarın musiqi təhsili olmadığı üçün heç nə başa düşmədi. Gülnar üçün informasiya hansı xassəs pozulmuşdur? Təbii ki, anlaşılıq xassəsidir. Çünki musiqi təhsili yoxdursa Gülnarın, o informasiya onun üçün anlaşılan deyil. Demək, burada informasiya anlaşılıq xassəsi pozulmuş hesab olunur. Sonra növbəti 15-ci testə keçirik. İnformasiyanın cari zamana uyğunluq dərəcəsini cari zaman dediksə, bilin ki, bu aktualdır. İnformasiyanın xassələri hansılardır? İnformasiyanın xassələri, bax, aktuallıq, kütləvilik mən bayaq qeyd etdim ki,
Kütləvilik alqoritm xassəsidir. Aha, davam edək. Aktuallıq, daha sonra obyektivlik, anlaşıqlıq, tamlıq və tamlıq. Bunlar 1, 3, 4, 6. Bunlar informasiya xassələri. Amma kütləvi diskretlik, müəyyənlik isə alqoritm xassəsi hesab olunur. İnformasiya prosesi deyil. İnformasiya prosesləri hansısa informasiyanın qəbulu, yəni toplanması, saxlanılması, emalı və ötürülməsi. Bunlar informasiya prosesləridir. Bax, burada variantlar hər biri doğrudur. Amma burada C variantından başqa, burada informasiyanın tamlığıdır. Tamlıq informasiyanın xassəsidir, informasiya prosesi deyil. Sonra növbət testləri keçək. Baxaq. Məktəbin kitabxanasına yeni tədris ili üçün kitablar gətirildi. Eee, Kimya, biologiya, ədəbiyyat, Azərbaycan dili, coğrafiya, informatika, riyaziyyat kitabları gətiribdi. Kitabxana riyaziyyat, informatika və Azərbaycan dili fənlərinin tədrisi üçün cəmi neçə kitab qəbul etdi? Bax, riyaziyyat tədrisi üçün, bax, riyaziyyat burada qeyd olunubdur. Bu sütunlu diaqramdır. Baxın, əvvəlcə onu qeyd edim ki, bu sütunlu diaqramdır. Sütunlu diaqrama əsasən deyə bilərik ki, bizdən tələb olunan riyaziyyat, informatika və Azərbaycan dilidir. Yəni bu fənlərin tədrisi üçün cəmi neçə kitab ayrılıbdır, qeyd olunur. Riyaziyyatdan baxın 300 kitab qeyd olunubdur bura. Sonra informatikadan bax 100 ilə 200-ün tən ortasıdır. Deməli bu harca 150 kitabdır. Və deməli riyaziyyat və Azərbaycan dili. Azərbaycan dilində deməli 200 ilə 300-ün arası təxminən hardasa deyərdim 250 də budur. Deməli 150, 250 və 300. Bunları cəmləmək lazımdır. Deməli bu eləyəcək 400, 150 ilə 250-ni toplasaq 400, 400-ün üzərinə 300 gəlində olacaq 700 kitab. Vəssalam. Sonra növbəti, yəni belə diaqramlar olmağı sizi çaşdırmasın. Bəzi müəllimləri çaşdırır, şagirdləri qorxuzur, belə deyək. Amma yox, sadəcə bəsit bir misaldır. Şərtə diqqət yetirmək kifayətdir. Film və kliplər hansı informasiya formasına aiddir? Təbii ki, video informasiya. Ərizələr və yazılı təlimatlar hansı informasiya formu? Ərizə isə təbii ki, ərizə müəyyən mətndən ibarət elə deyilmi? Yazılı məlumatlardan ibarət. Deməli bu olacaq uyğun variant A variantı. Sxemlər və çetiricdə hansı informasiya formasına aiddir? Sxem, çetirij deyilsə, təbii ki, bu deməli qrafiki informasiya olacaqdır. Sonra mətn, qrafiki səs. Gəlin burada qeyd edək. Deməli, mətn informasiyası, burada deməli informasiyanın formaları verilibdir. Burada da hansı informasiya formasına aiddir, onu bizdən tapmaq tələb olunur. Futbol oyunlarının hesabı. Hesab isə məsələn deyirik ki, 3, 1, 4, 2 və s. da nəticə etibarilə futbolun nəticəsi bu şəkildə xallarla göstərilir. Bu olur bizdə ədədi informasiya ki, hansı ki, burada o yoxdur. Qəzetdə yazılan məlumat. Qəzetdə məlumat təbii ki, mətn formasında simvollardan təşkil olunubdur. Bu da olacaqdır B1 uyğun gələcəkdir burada. Qarmonda ifadə etmək. Qarmon bilirik ki, bir musiqi alətidir və onu da ifadə etdikdə müəyyən səs informasiyası almış oluruq. C3-ə gedəcəkdir. Yığ və K+B funksiyasının K=0 0 şərtini, burada Ş pozubdur, şərtini ödəyən sxem. Sxem deyilsə, təbii ki, bu qrafik informasiya uyğundur. Sxemdir, çetiricdir, cədvəldir. Bunlar deməli, şəkillərdir. Bunlar qrafik informasiya gedir. Metro daxilində qatara gedən yolun sxemi, sxem, bir dəqiqə, D-ni, burada şey yox, D yazmalıydım. Aha. Metro daxilində qatara gedən yolun sxemi, sxem deyilsə, bayaq qeyd edeyim ki, sxemdə qrafikaya uyğundur. 1B, 2, 1B, 2D, 3C. Doğru variant D variantı. Sonra davam edək. Uyğunluğu müəyyən edin. Bu da bayaqkına bənzərdir. Qrafiki mətn və ədədi informasiya. Artıq bu da ədədi informasiya deyir. Şagirdlər dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə
Şagirdlərin olmalıdır əslində burada. Şagirdlərin dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə sxemlərdən, cədvəllərdən istifadə olunur. Bu qrafik informasiyadır. Adı sxem, cədvəl, çekiyoruz. Dedim ki, qrafik informasiya aiddir. A 1-ə uyğundur. Tələbə bileti itirən xərcə universitetin rəhbərliyinə ərizə ilə müraciət edirsə, ərizə də təbii ki, mətndən ibarət olduğuna görə bu mətn informasiyadır. Otaq bir dəqiqə. Otaqdakı termometr temperaturun 16 dərəcə Selsi olduğunu göstərsə, təbii ki, bu da ədədlə ifadə olunduğuna görə 16 dərəcə. Bu olacaq ədədi informasiya. 1A, 2B, 3C. 1A, 2B, 3C. Uyğun B variantı. Uyğunluq müəyyən mətn ədədi qrafiki. Bakı şəhərinin tikinti 2 dəqiqə. Deməli, davam edək. 2 dəqiqə miqyası böyüdü. Deməli, 24-cü testin izahını verirdik. Mətn ədədi qrafik informasiya. Bakı şəhərinin tikinti layihəsinin sxemi. Sxem deyilsə təbii ki, bu olacaq qrafik informasiya. A 3-ə uyğundur. Kitabda yazılan hekayə. Kitabdan yazılan hekayə deyiriksə B təbii ki, mətn informasiyasına uyğun gələcəkdir. B 1-ə uyğun gələcəkdir. Futbol oyununun başlama vaxtı. Vaxt deyiriksə, təbii ki, ədəd informasiya, zamanlı ədədlə ifadə olduğuna görə ədəd informasiyadır. Şagirdin müəllim haqqında şagirdin müəllim haqqında fikirlərini, müəllim haqqında fikirləri əslində bu şifahi də ola bilər. Bu şifahi məlumatdır. Yəni burada onun mümkündür ki, ədəbiyyat qrafik şəklini göstərir. Bu şifahi məlumatdır. O əgər yazılı şəkildə göstərilərsə mətn informasiyası hesab oluna bilər. Gəlin Y variantına baxaq. Azərbaycan gözəl mənzərəsinin şəkli. Şəkil isə qrafikidir. 1B, 2C, 3AY. 1B, AY. 1B, 2C, 3AY. Bax, burada qeyd elədiyim kimi şagirdin müəllim haqqında fikirləri. Əgər bu yazılı xarakter, yazı şəkildə qeyd olunubsa, biz bunu o halda mətni informasiya qəbul edə bilərik. Yəni heç mümkün deyil ki, ədəd və qrafik ola. D 1-ə uyğun gələcək. 1 D, B, D, 2C, 3AY. Əslində burada şagirdin müəllim haqqında yazılı qeydlərimi desək, yazılı fikirlərimi desək, olsa daha doğru olardı, daha dəqiq olardı məlumat. Sonra davam edək. Cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğu variantı seçək. Bax, burada adlar qeyd olunubdur, burada da qiymətlər. Maaş cədvəldir. Daha doğrusu qiymətlər deyəndə maaşlar qeyd olunubdur. Deməli, Nurlan, bax, bu şəkildə gəlsə, bax, Nurlan 500-dən biraz çox alır. Məsələn, Əli 2000-2500-dən arası alır maaşı. Ravil 3000-dən 3500 arası alır. Gündüz 2500 alır və s. Bu əmək haqqı cədvəldir. Gündüzün maaşı bizə nə tələb olunur? Buradan baxaq. Gündüzün maaşı necə qeyd olunur? 2500. 2500. Elə deyilmi? 50-dən az maaş alanların sayı. 50 buradakı, bax budur. 50-nin baxma aldığı maaş budur. 2000-dən 2500 arası. O 50-dən az maaş alanların 2 nəfər, 2 nəfərdir. Eltacla anar. Deməli, say nə qədər olur? 2. Eltacdan çox, Ravidən az maaş alanların sayı. Eltacdan çox, gəlin başqa rəngini fərqləndirək. Eltacdan çox, Eltac buradadır. Eltacdan çox, 2 dəqiqə və Ravildən çox da qeyd olunubdur. Və Ravildən az maaş alansa. Hadisa bax bu iki yaşın arasında qiymətlər dəyişir. 1 sütun, 2 sütun, 3 sütun qeyd olunubdur. Burada 3, bir də 4 bu da.
Bu da. Deməli 4 dənə. Say soruşursa bizə olacaqdı 4. Davam eləyək. Deməli uyğun variant 2500, 24, 2500, 2500, 24. Bir dəqiqə burada bir də nəzərdən keçirək. Dördüncünü Eltazdan çox, Eltaz budur. Eltazdan çox, Ravildən az maaş. Ən çox da Ravil maaşı. Eltazdan çox, bax, anar da Eltazdan çox maaş alır. Gündüzdə Əli də Eltazdan çox maaş alır. 3 nəfər. Hə, yox, 3 nəfər. Bax, Eltac buradadır, elə deyilmi? Eltacdan çox, Ravildən az deyil, elə deyil. Eltac burada, deməli, baxın, Anar, bir də qeyd edək, Gündüz, bir də Ravil. Yox, Anar, Gündüz, Eltacla Ravil arası, bir də Əli. Bax, bax, bu. Bir dəqiqə, burada səhv hardadır? Bir də baxaq, mənə gəl, burada heç bir səhv yoxdur. Eltacdan çox deyilsə, Gündüzdür. 50'dir, bir də anadır. 3 nəfər. 3 nəfər. Say etibarilə 3'dür. Başqa da səhv yoxdur. Gündüzün maaşı, dəqiq gündüzün maaşı 2500'dür. 100%. Burada başqa bir göstərici yoxdur. Demək, bizə variant olaraq ya C variantı qalır, ya D variantı qalır. C variantında 50'dən az maaş alanların sayı. Gəlin, bax, bir də silim bu hissəni bir də göstərim. 50'dən az maaş alanların sayı. Bir dəqiqə. 50 buradadır. Bax, burada. Bax, bu hissədir. Say nə qədərdir? 1, 2, 3. 3 dənə. Əldən az maaş alanların sayı 3'dür. Burada. 50 burada. Deməli, 3 yoxa baxışın 2 dənə. 3 neymiş? Eltac. Eltac, bir də Anar. Bunlar əldən az maaş alan. Hə, bir də Nurlan. Oy, Nurlan yadan çıxdı. 3 nəfər. 3 nəfər əldən az maaş alır. Eltajdan çox, Ravildən az maaş alanların sayı. Eltajdan çox, Ravildən az maaş alanların sayı. Eltaj buradadır. Bax, bu göstəricidir. Ravil də bu göstəricidir. Bunlar arasında dəyişənlərin sayı. Eltajdan çox, Ravildən az. Bir, bu, iki, bu, üç. Hə, bu uyğun variant C variantıdır. Bir balaca müəllimlər, üzr sayın, bu yazılar çox kiçik yazılıbdır. Adam göz ağrıyır bunu analiz eləyib qutarınca. Ona görə uyğun variant C variantıdır. C variantıdır uyğun variantımız. Növbə səfər belə bir diaqram qarşımıza çıxarsa, gərək çox böyüdək, ondan sonra icra eləyək. Sonra növbəti çətin bir şey deyil. Sadəcə o yazılar o qədər xırda yazılıb ki, onları tapıb analiz eləyincə vaxt apardım. Növbə səfər böyüdərik. Daha çox böyüdərik. Daha sonra uyğunluq müəyyən mətn informasiya, ədədi və qrafik informasiya. Mətn informasiya Bakı-Şuşa yolunun çertyojunun hazırlanması. Bax, çertyoj deyirsə əgər biz burada dedik ki, çertyojdan söhbət getsə bu qrafik informasiyası. A olacaq da avtomatik 3-ə aid olacaqdır. Təbiət haqqında maraqlı söz və cümlələrin yazılması. Bu təbii ki, mətn informasiyasına aid olacaqdır. Azərbaycanda ümumi təhsil məktəblərinin başlanma tarixi, təbii ki, bu vaxtı zamandır, rəqəmli ifadə olunur və bu rəqəmli ədədli ifadə olduğuna görə C 2-yə uyğun gələcəkdir. Sürücülər üçün yolların yol hərəkət nişanlarının olması bu qrafik informasiyadır, təbii ki. Verilən məsələnin düstur vasitəsilə həllini yazmaq. Düsturdursa, düstur vasitəsilə həllini yazırsa, Y olacaqdır 1-ə uyğun. 1BY 2C 1BY 2 1BY 2C bir dəqiqə düstur vasitəsilə həllini yazmaq. Bağışlayın, mətn neymiş? Ədədi informasiya. Düstur vasitəsilə həllini yazırsa ədədi informasiyadır.
2'ye olacaq, y olacaqdı deməli. Bax burada 1 B, 2 C, Y, 3 A, D. Uyğun variant A variantı. Davam edək müəllimlər. 27-yə baxaq. Gəlindi. Bir balaca bunun miqyasını artıraq. Çünki o oxunaqlı olmamağı bunu bax indi biraz daha tez analiz edəcək. Çox böyükdür. Elə eləyək ki, bu hissəyə tam sıxsın. Cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğunu variantı seçin. Yəni harda doğru variant hesab doğru variant varsa onları seçirik. Alma deməli bu 1-dir. 1 ilə 2 arasında 1,5-dir. Armud meyvələrin satış qiyməti 2,5-dir. Heyva bu 3 manatdır. Bu şəkildə bax qeyd olunur. Ən baha ikinci meyvə adı. Ən baha bax sütundan hansı ən hündürsü ən bahası odur. Bax bu da ən baha ananasdır. Ondan bir balaca daha ucuz olan banandır. Deməli ən bahalı ikinci meyvə banandır. Yazırıq banan. Banan qeyd elədik. Sonra ananasın qiyməti heyvanın ananasın qiyməti ilə heyvanın qiymətinin fərqi. Baxaq, bax ananas budur, heyva budur. Qiymətlər fərqi. Ananasın qiyməti 5-dir, heyvanın qiyməti 3-dür. 5-dən 3 çıxırıq, edir 2. Nardan baha olan meyvələrin sayı. Nar bax budur. Nardan baha olan meyvələr hansı? Nardan bir dənə ucuz, baxın almadır. Vəssalam. Yerdə qalan hamısı nardan bahadır. 1, 2, 3, 4. 4 dənə. Demək, uyğun olmaya banan 2, 4. Banan 2, 4 C variantı. Sonra bax, bayaqki ilə eynilikdir. Sadəcə bayaq o qədər xırda yazılmışdı ki, oxunaqlıq səviyyəsini azaldırdı yazılış. Artıq böyütməklə daha rahat oxuya bildik. Sonra keçək növbəti. İnformasiyanın rəqəmsal formadan analog formaya çevrilməsi prosesi hansı formadadır? Baxın, informasiya analogdan rəqəmsala, rəqəmsaldan analoga çevrilə bilir. Və bizdən tələb olunur ki, rəqəmsal formadan analog formaya çevrilməsi informasiya hansı prosesinə aiddir? Bu informasiyanın toplanması deyil, saxlanılması da deyil, çevrilməsidir, elə deyilmi? Qəbulda deyil, informasiya ötürülməsi olacaqdır. Çünki informasiya bir formadan digər formaya çevrilərək ötürülür. Rəqəmsal formadan analog formaya yox, çevrilməsi soruşulur. Formaya çevrilməsi informasiya hansı prosesinə aiddir? Yox, çevrilirsə bir formadan başqa formaya, ona bu emaldır da, emal olunur. Emal. Çevirmədən sonraki proses soruşmur bizdə. Əgər çevirmədən sonraki proses soruşsaydı, bu ötürmədir. Sadəcə həmin prosesin özünün necə adlandırılmasını bizdən soruşur. Sonra növbəti informasiyanın emalı prosesinə aiddir. Baxaq. Şahmatçının rəqibinin daşlanan vəziyyətinə baxması. Bu baxır, məlumat toplayır. Bu deyil. Müəllimin şagirdə ev tapşırığını söyləməsi. Xeyr, bu informasiya ötürür. Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi. Bu da məlumat ötürür. Şagirdlərin şimşək səsi eşitməsi. Bu da informasiyanı qəbul edirlər. Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinin qərar verməsi. Emal budur. Bax, yeni bir informasiya yaranır. Şagird çətir götürür. Səbəb nədir? Havanın tutqun olması. Uyğun variant burada olur, Y variantı. Burada artıq emal prosesi gedir. İnformasiyanın qəbul prosesi. Aid nümunəni tapaq. Müəllimin şagirdlərin qiymətini elan etməsi. Bu artıq müəllim informasiyanı ötürür. Müəllimin şagirdə ev tapşırığını söyləməsi ilə informasiya ötürülür. Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi yeni informasiya ötürülür. Şagirdin şimşək səsini eşitməsi, bax bu. Artıq informasiyanı qəbul edir şagird. Uyğun variant olur, deməli D variantı. Sonra növbəti informasiyanın ötürülməsi prosesinə aiddir. Şahmatçının rəqibin daşlanan vəziyyətinə baxması yox. Bu informasiyanı qəbul edir, toplayır. Müəllimin şagirdin ev tapşırığını yoxlaması. Yox, yoxlayırsa informasiya ötürmək deyil bu.
Hidrometeoroloji stansiyası sabahki hava temperaturu elan etməsi. Bəli, bax bu variantdır. Çünki elan etməklə və məlumatı ötürmüş hesab edir. Sonra 32-ci test nümunəsinə baxaq. Mədinənin anası evə qayıdarkən qapıdan asılmış reklam e, bukletindən deməli, yaxınlıqdakı mağazada bütün mallara 20% endirim kampanyası olduğunu bildi. Verilmiş cümlədə informasiya qəbul edici və mənbə kimdir? Baxaq. Bax, Mədinənin anası evə qayıdarkən qapıdan asılmış reklam bukleti. Bax, reklam bukletindən bildi ki, mağazada endirim var. Məlumatı kim qəbul elədi? Mədinənin anası. Bu qəbul edicidir. Mənbə kimdir? Mənbə Mədinənin anasıdır. Mənbə yox, bağışlayın. Qəbul edici kimdir? Mədinənin anası. Qəbul edici Mədinənin anası. Mənbə nədir bəs? Reklam buletini. Çünki reklam bukleti vasitəsilə mağazada indirim olması məlumatı ötürülür. Deməli, mənbə reklam bukleti, qəbul edici Mədinənin anası. İnformasiyanın emal prosesi. Baxaq, şeirin dəftərə yazılması. Xeyr, bu yadda saxlamadır. İnformatikadan məsələ həlli. Bəli, informatikadan əgər bir məsələni həll ediriksə, beynimizdə emal prosesi gedir. Uyğun variant B variantı olacaq. Məlumatın yayılması bu ötürülməsidir, informasiya ötürülməsidir. Tərəzidə meyvələrin çəkilməsi. Bu informasiya qəbul edirsən, kitabların satışa çıxarılması. Yox, bu da heç bir aid deyil. Sonra davam eləyək növbəti. Cümlədəki informasiya mənbəyini və qəbul edicisini müəyyən edin. İnformasiya mənbəyi və qəbul edicisi. Eldar özünə ev almaq üçün saytdan evlərə baxır. Deməli, qəbul edici kimdir? Eldar. Məlumat qəbul edir, elə deyilmi? Mənbə kimdir bəs? Mənbə. Mənbə nədir bəs? Sayt. Deməli, mənbə saytdır, qəbul edici Eldar. Uyğun variant olacaqdır burada deməli C variantı. 35-ci testə baxaq. İnformasiyanın ötürülməsi prosesində vacibdir. Elektron poçt ünvanı, informasiya mənbəyi, informasiya qəbul edicisi, rabitə kanalı, informasiya mənbəyi və qəbul edici. Ötürülmə prosesində vacib olan nədir? Mənbə və qəbul edicisi. Yəni, ötürmə prosesi nəylə arasında baş verir? Mənbə ötürür, qəbul edici də ötürüləni qəbul edir. Uyğun variant Y variantıdır. Uyğunluğu müəyyən edir. İnformasiya emalı, informasiya ötürülmə saxlanılması. Bu üç deməli prosesə uyğun nümunələr verilibdir. Hansına aiddir təyin edir. Riyaziyyatdan məsələ həll edirsə, bilin ki, bu emaldır. Deməli, 1-ə uyğundur A. Sonra mesajın bağışlayın, messenger üzərindən ötürülməsi. Ötürmə deyilsə, informasiyanın ötürülməsidir. B2-yə uyğundur. Sənədin CD, RV diskinə yazılması. Diskə yazılırsa, bu yadda saxlamaya uyğundur. C. Daha sonra telefon kitabçasına yeni adın əlavə edilməsi. Əlavə edilirsə, yadda saxlamaq üçün əlavə olunur. Təbii ki, D-yə uyğundur. Daha sonra D üçüncüyə uyğundur. Toplanmış məlumatın təhlil edilməsi. Təhlil edilirsə, bu emal prosesidir. Deməli, 1A-Y, 2B, deməli 1A-Y, 2B, 3C deyə uyğun variant olacaqdır. Bu da deməli D variantı. Sonra növbəti 37-yə baxaq. Uyğunluğu müəyyən edin. Qəbul, emal, qəbul, saxlama. Baxaq. Pəncərədən baxan uşaq yağışın yağdığını gördü. Görürsə, deməli, həmin baxıb informasiya alır, qəbul edir. A uyğun olacaqdır 2-yə. Dərsdə iştirak etməyən şagirdə qayıb yazılıdır. Bu qeydə alınır, yadda saxlamaq üçün. B uyğun olacaqdır 3-ə. Ayşə Samirin nömrəsinin telefonuna qeyd etdi. Yox, dərsdə iştirak etməyən şagirdə qayıb yazılır.
Bu dəqiqə, bu dəqiqə. Bir də nəzərdən keçək burada. Bu dəqiqə. Pəncərədən baxan uşaq yağışın yağdığını gördü. Bu görüb informasiyanı qəbul edir. Biri ayılındı. Dərsdə iştirak etməyən şagirdə qayıb yazıldı. Hə, səbəb nəticə əlaqəsi var da emal prosesində. Səbəb nəticə əlaqə olduğuna görə hə, səbəb nəticə əlaqəsi olduğuna görə bu uyğun gəlir emal prosesinə. Dərsdə iştirak etməyən şagird, yəni qayıb niyə səbəbi yazıldı? Yəni emal olunur ki, səbəb nədir? Deməli, dərsdə iştirak etməmək. B 1 B B 1-ə uyğundur. A pəncərə A 2-ə uyğundur. 3-ə C uyğun olacaqdır. 1B, 2A, 3C. Uyğun variant B variantı. Sonra növbəti baxaq. Hə, qəbula düşən sual nümunəsidir. Bu həmişə şagirdlərin qəbuluna mütləq düşür bir nümunə buradan. Sual işarəsinin yerinə nə yazılmalıdır? Baxın, giriş çıxış verdi. Qələm daxil olubdu. L, F, M, F, N şəkildə çıxışa verilibdir. Bax, yazaq bax bura qələm. Elə deyilmi? Baxıraq ki, Q, L hərfi ilə əvəz olunubdur. Q buradadır. Elə deyilmi? Bax burada. L da ondan sonra gəlir. Yəni biz növbəti sonraki hərf L-dır. Ə buradadır. Sonraki hərf F-dır. F ilə əvəz olunubdur. Yenə L burada qeyd olunubdur. Sonraki M ilə, özündən sonra gələn M hərfi ilə əvəz olunubdur. Ə özündən sonra gələn F ilə əvəz olunubdur. M özündən sonra gələn N ilə əvəz olunubdur. Buradakı məntiqi tutduq. Aşkar elədik ki, deməli, hər hərf özündən sonra gəlir, bir simvol sonra gələn hərflə əvəz olunubdur. Və bizdən soruşur gündəlik sözü. Gündəlik sözü bizdə bir də yadınızda saxlayın. Hər dəfə ehtiyac yoxdur bu sözün bütün hərflərini tapasan. Sadəcə bir əvvəlindən və sonradan bir-iki hərf bildik bəs eləyir. Variantları analiz etməklə tapa bilirik. Ki özündən sonra gələn hansı hərflə əvəz olunur? Deməli, ğ ilə başlayan sözlər olmalıdır və deməli bu variantları artırıq. Deməli, ğ. Və sonu da baxın, eynidir. Amma və yaxud da sondan ikinci rəqəm və yaxud da əvvəldən ikinci rəqəmlər belə hərflər fərqlidir. Baxaq, ü-yə baxaq. Ü özündən sonra gələn, ü-dən sonra hansı hərf gəlir? V ilə əvəz olmalıdır. Demək, ü-dən sonra V gəlir. Bax, burada uyğun variant B variantı olacaqdır. Yəni, bunu ancaq məntiqli işləmək mümkündür. Bu tip testləri ancaq məntiqli işləmək mümkündür. Uyğunluğu müəyyən edin 39-da. Deməli, informasiyanın xassələri aktuallıq, anlaşılıq, obyektivlik, faydalılıq. Yox, bax, şu uyğunluq pozulmuşdur qeyd olunur da. Deməli, informasiyanın xassələri aktuallıq, anlaşılıq, obyektivlik, faydalılıq, tamlıqdır. Bəli, bu informasiya xassələri düzdür. İnformasiyanın qəbul edicisi dəftər, kitab, jurnal, dərslik. Bəli, biz bunlardan informasiyanın qəbul edicisi, qəbul edici deyəndə bunlar qəbul edici ola bilməz. Burada informasiya saxlanılır, biz buradan informasiya qəbul edirik. Burada həm informasiya saxlamaq mümkündür və biz buradan informasiya qəbul edirik. Bu uyğun variant deyil. Baxaq C variantına. İnformasiya daşıyıcılar, bunlar düzdür. İnformasiya prosesləri emal, qəbul, saxlama, ötürmə, toplama düzdür. İnformasiyanın təqdim edilmə formaları, mətn, video, şəkil düzdür. Bax, burada informasiya qəbul edicilər. Dəftər informasiya qəbul edicisi deyil. İnformasiyası var ki, dəftərdə, kitab, jurnalda dedik ki, informasiya saxlamaq mümkündür. Biz
bu əşyalardan belə də informasiya qəbul edə bilərik. Amma burada qeyd olunur ki, informasiyanın qəbul edicisi bunlardır. Qəbul edənlər bunlardır. Yox. Yanlış variant B variantıdır. Daha doğru variant burada uyğunluğun pozulduğu variant B variantıdır. Cədvəl verilibdir. Girişə 1, 1, 1, 1, 1, 2 rəqəmi qeyd olunubdur. Çıxışda 8. Eləcə də girişə 5, 3, 0, çıxışda 16 qeyd olunubdur. 1, 8, 1, 3, çıxışda 8. 2, 4, çıxışda 12. Gəlin baxaq. Elə olmalıdır ki, nə hansısa bir ema prosesi gedib ki, buradan bu alınıbdır. Məsələn, 13-dən 8 alınıbdır. Bunun rəqəmləri 13-dən 8 almaq üçün rəqəmləri toplayıb 2-yə vursaq 8 alırıqmı? Alınışı bu qaydanı digərlərinə də tətbiq etsək görə alınırmı? 2-nin üstünə 1 gəldi. Bax, 1 üstə gələk, 1 üstə gələk 2, vursan 2-yə. Deməli, 2-nin üstünə 2, 4 2 düzdür. Burada 5-in üstünə 3 gəldin, 8, 8 üstünə 0 gəldin, 8, 8 2 üstə 16. Deməli, burada deməli, uyğun düstur bu oldu ki, rəqəmləri cəmləyib, rəqəmlər dedin, rəqəmlərini cəmləyib 2-yə vurmaq lazımdır. Burada da olacaq 9-un üstünə 0 gəlsin 9, 9 da 2-yə vursan 18. Uyğun variant olacaq da bu da deməli C variantı. Sonra növbəti 41-ə baxaq. Ədədlər hansı qayda ilə emal olunubdur? Yenə 19 verilibdir, çıxışda 64. 20 verilib, çıxışda 4-dür. Baxaq 19-u belə yaza bilərmi? 9 çıxaq 1-in mörtəzə kvadratı. Yəni böyükdən kiçik çıxırsan. 19 rəqəmlərindən böyüyündən kiçiyin çıxırsan. 8-in kvadratı 64. Burada 2-də 20-də 2-dən 0 çıxıb kvadrata yüksəldirsən, eləyir 4. Məsələn 12-dən burada 12-dən 3-ü çıxırsan, kvadrata yüksək 12-dən 3 çıxırsa, yox, burada 12 3-dür bu. Burada uyğun olmadı. 12'den. Burada o qayda uyğun olmadı. Gəlin yox. Uyğun olmadığına görə deməli bu üsul ödəmədi. Əslində bunu bir tapmaq da olar, amma belə rahat variantlarda verilibdir. Variantları da burada tətbiq etsək daha rahatdır. Çünki bir var, bayaqki kimi variantlar verilməyibdir. Sadəcə bizdən tələb olunur ki, girişə bu verilib, çıxışa bu qeyd olunubdur, emal prosesini təyin edir. Hazır burada variantlar qeyd olunubdur. Variantlar əsasında daha tez. Belə də tapa bilər ya. Bir neçə variantı analiz etməklə də tapa bilər, amma bizdə hazır verilibdir. Vaxtı da qənaət məqsədi ilə buradan tapmaq daha rahatdır. Ədədin rəqəmlərin kvadratları cəmi tapılır. Ədədin rəqəmləri, bax 19 deyil, rəqəmlərdən də 1-dən 9. Ədədin rəqəmlərinin kvadratları cəmi, yəni 1-in kvadratı plus rəqəmlərin kvadratı 9-un kvadratı. Yox, bu deyil. Bu uyğun variant olmadı. Ədədin rəqəmləri içərisində maksimum və minimum olan rəqəmlərin hasili. Maksimum və minimum rəqəmlərin hasili. Məsələn 19-da maksimum rəqəmləri içərisində maksimum 9-dur, minimum 1-dir. Rəqəmlərin hasili yox. Ədədin tək rəqəmlərin hasili və cüt rəqəmlərin hasili tapılır, sonra toplanılır. Yox. Tək rəqəmlərinin, cüt rəqəmlərin hasili tapılır. Yox, bu da uyğun deyil. Ədədin rəqəmləri fərqinin kvadratı. Ədədin rəqəmləri fərqinin kvadratı. Bax, bu ola bilər. Bax, ədədin rəqəmləri fərqinin 9 çıxaq 1-in mörtəzə kvadratı. 64. 2 çıxaq 0-ın mörtəzə kvadratı 4. Demir 5-dən 8, 8 çıx 5, 3, 3-ün kvadratı 9. Ədədin rəqəmləri fərqinin. Bax, burada özlədi bunlar. Deməli, 12 çıx 3. Burada ödəmədi, bax. Ədədin rəqəmi burada ödəmədi. Çünki burada 3 dənə rəqəm var.
Hansı birini götürmək olar ki, ədədin kvadratları kimi? Amma bura baxaq Y variantına. Ədədin rəqəmlər içərisində maksimum və minimum olan rəqəmlərinin fərqinin kvadratı. Dəvə bu olacaqdı Y variantı. Maksimum və minimum. Maksimum nədir? 4-dür. Minimum 1-dir. 3 çıxaq 1-in mötərizə kvadratı eləyəcəkdir 4. Və yaxud da 9 çıxaq 8-in mötərizə kvadratı eləyəcək 1. 3 çıxaq, hə. Burada 9 çıxaq 3-ün eləyəcək 6, 6 kvadrat 36. Uyğun variant Y variantıdır. Sonra gəlin 42-yə baxaq. Deməli, 42-də nədir? İdman dərsində İlahə, Zeynəb, Ayaz, Talih sırada dayanıblar. Baxaq. Bir dənə 4 dənə nöqtə qeyd eləyək. 4 nəfərdir də deyilmi? Sırada dayanıblar. Ayaz Zeynəblə İlahənin tam arasında. Bax, bu olsun Zeynəb, tutaq ki, bu da olsun İlahə. Demək, Ayaz bunların tam arasında yerləşir. Ayaz Zeynəb ilə İlahənin tam arasında dayanıbdır. Ayazla Zeynəb arasındakı məsafə, Ayazla Zeynəb arasındakı məsafə, Ayazla Zeynəb arasındakı məsafə, İlahə ilə Talih arasındakı məsafə bərabərdir. İlahə ilə Talih. Talih onda bax bura düşür hardasa, bax bura. Bax belə. Xətti buradan biraz, bax, ardıcıllıq bu formada olmalıdır. Ardıcıllıq bax belə olmalıdır. Bax belə. Deməli, Ayazla Zeynəb arasındakı məsafə İlahə ilə Talih arasındakı məsafəyə bərabər. Bu buna bərabərdir deyil. Bərabərdir və ölçü də 12 metrdir. Bu da 12 metrdir. Bu da 12 metrdir, elə deyilmi? Ayaz ilə Talih arasındakı məsafəni soruşur. Deməli, bu 12, bu da 12. Gəlin bunu biraz qarışıq görsəndi. Gəl bunu daha aydın çəkək şəklini. Bax. Bax. Deməli. Ayaz Zeynəb ilə İlahənin tam, bax, Ayaz buradadır, Zeynəb burada, İlahə də burada. Tam arasında dayanıb. Ayaz və Zeynəb arasındakı məsafə, yəni bu məsafə İlahə ilə Talih arasındakı məsafəyə bərabərdir. İlahə ilə Talih arasındakı, Talih də budur, məsafəyə bərabərdir. Zeynəb ilə Talih arasındakı məsafə, Zeynəb budur. Zeynəb ilə Talih arasındakı məsafə 12-dir. Bax, bu 12-dir. Ayaz ilə Talih arasındakı məsafə, bax, buranı soruşur. Buradan birbaşa, bax, buranı soruşur. Və burada görürük ki, bura biz x, belə deyək, eyni məsafədir. Bura x desək, burada x desək, bu da bunu x qəbul edir. Çünki 3 bərabər yerə bölünübdür. Olur 3 dənə x-in cəmi eləcək 12, x də bərabər 4-dür. Və bu hərəsinin arasındakı məsafə 4, 4, 4-dür. Bizdən nə soruşur? Ayaz ilə Talih arasındakı məsafə. Ayaz burada, Talih burada. 4, 4, 8 metr. Uyğun olacaq da bu da A variantı. Sonra növbəti A variantı burada qeyd elədik. Deməli, müəllim tapşırığı lövhəyə yazdı və şagirdlərə həll etməsini tapşırdı. Burada müəllim informasiyanın hansı təqdim edilmə formasından və prosesindən istifadə edir? Lövhəyə yazdısa, elə deyilmi? Yazdı və şagirdlərə həll etməyi tapşırır. Həll etməyi tapşırırsa, burada şagirdlər üçün emal prosesi gedəcək, elə deyilmi? Amma burada deyir ki, müəllim informasiyanı hansı təqdim etmə formasından lövhəyə yazıbsa, vizual təqdim etmə formasından və prosesindən istifadə edir. Vizualdır və şagirdlər həll etməyə tapşırıbsa, emal. Burada mütləq emal prosesi var. Emal prosesi var və lövhəyə yazıbsa, biz bunu, şagirdlər bunu görərək alır bu informasiyanı, elə deyilmi? Görərək aldığına görə bu olur vizual informasiya. Və şagirdlər həll etməyə tapşırırsa, bu emal prosesi. Bu zaman müəllim informasiya hansı təqdim etmə formasından, müəllim hansı təqdim etmə, yox. Bu şagirdlər üçün olardı vizual emal. Müəllim üçün olacaq vizual ötürmə. Çünki desəydi bizə şagird soruşsaydı, şagird vizual qəbul edəcək və emal edəcək, tapşırıq həll edəcək. Amma müəllimin təqdim etmə formasını soruşursa, vizual və ötürmə uyğun variant olacaq B variantı. Sonra növbəti Talih Samir Mədinə Şəki Bakı. Gəlin bunu belə maraqlı test nümunəsidir. Bunu daha böyük bizə yer lazımdır ki, izah eləyək. Bu tip suallar qəbula düşür.
Mütləq düşür. Deməli. Deməli, baxın. Gəlin biraz böyüdək çox. Xırda oldu. Qeyd olunur ki, Talih Samir Mədinə, bax 3 nəfərdir. Talih, Samir, Mədinə. Deməli, Şəki, Bakı və Şamaxı şəhərlərində həkim, hakim və polis işləyirlər. Bunun üçün biz mütləq ki, cədvəl quraq. Cədvəl tərtib eləyək, mütləqdir. Deməli, e, Talih, Samir, Mədinə. Talih, Samir, Mədinə. Allah bundan yazsaq kifayət eləyər. Deməli, bu olsun Talih, Talih, Samir, Samir. Bu da olsun Mədinə, Mədinə. Və bizdən nə tələb? 3 dənə üfüqi xətt çəksək kifayət eləyər. Daha sonra olacaq. Aşağı hərəkət edək. İndi mən bu cədvəlin izahını sizə verəcəm. Sadəcə cədvəlimizi tərtib eləyək. Baxın, burada nə qeyd olunur? Burada qeyd olunur ki, ümumiyyətlə şəxs adları falan yazılanda bu obyekt arasındakı əlaqədir cədvəllər üzrə. Şəxslərin adını yazırıq və onlar hansı şəhərdə yaşayırlar? Şəki, Bakı, biraz məsafə qoyuram, Şamaxı şəhərlərində yaşayırlar. Və sənədləri həkim, gəl sənədlərlə fərqli adla yazaq, fərqli rənglə yazaq, həkim, hakim və polis olsun. Polis. Belə. Cədvəlimizi tamamlayaq. İndi struktur baxımdan, bax, cədvəlimizi tamamlamaq üçün bu xətlər, cədvəl arasındakı orta xətləri də çəkək və bununla cədvəlimiz tamamlamış olur. Daha sonra biz cədvəlin içini doldurmaqla məsələnin həllini icra etmiş olacaq. Bir balaca cədvəlimiz. Baxın. Bax, burada nə qeyd olunur? Qeyd olunur ki, Bakıda işləyən, deməli, Talih, Samir, Mədinə, Şəki, Bakı, Şamaxıda yaşayır, həkim, hakim və polislər, elə deyilmi? Polis. Yəni, indi kim kimdir, belə deyək, kim harada yaşayır? Bu verilən məlumatlara görə biz təyin etməliyik. Bakıda işləyən polis deyil. Bakıda işləyən, bax, Bakıda kim işləyirsə, bu polis deyil. Yəni, Bakı ilə polisin belə nöqtə qoymaqla da təyin edə bilərik. Yəni, heç bir əlaqəsi yoxdur. Şəkidə işləyən həkimdir. Şəkidə işləyən həkimdir. Samir Bakıda işləyir. Samir Bakıda işləyirsə, bax, plus qoydum. Hara ki, plus müsbət şərəsi qoyuram. Samir Bakıda işləyirsə, polis deyil. Polis deyil də minus şərəsi qoyuram. Hara ki, plus şərəsi qoymuşam, həmin sütunu mən minus, sətir və sütun kəşməsini, bax, bu sütun üzrə və sətir üzrə yerdə qalanlar hamısını minus yazmaqla rahat biz hər bir şeyi görə bilirik. Sonra, bir plusu tapdıq. Deməli, Şəkidə işləyən həkimdir dedik. Samir Bakıda işləyir. Talih həkim deyil. Talih həkim deyilsə, Talih Şəkidə işləmir. Bakıda da işləmir. Deməli, Talih Şamaxıda işləyir, elə deyilmi? Şamaxıda işləyirsə, bu həkim deyil. Elə deyilmi? Deməli, həkim kimsə Şəkidə işləyir həmin şəxs. Talih Şamaxıda işləyir. Həkim deyil. Həkim deyil.
Bakıda, Samir Bakıda işləyən polis də deyil. Bakıda işləyən polis deyil. E, Talih, gəlin bir də nəzər salaq. Bu biraz məntiqli testləri sırf yəni emal prosesinə bağlı olduğuna görə bu testlər yəni qəbula salınıbdır. Bir də nəzərdən keçirək. Bakıda işləyən polis deyil. Bax, Bakıda işləyən polis deyil. Deməli, e, polis həkimsə, Bakıda işləmir o. Şəkidə işləyən həkimdir. Samir Bakıda işləyir. Samir Bakıda işləyirsə, Samir deməli, Samir Şəkidə də işləmir və Samir həkim də deyil. Nə Şəkidə işləmir, nə də həkim deyil. Deməli, Bakıda işləyən polis deyilsə, Samir həm də həkim deyilsə, polis deyilsə, deməli Samir hakimdir. Hakimdir. Çünki həkim deyil. Həkim olması üçün Samir Bakıda yaşamalıdır. Şəkidə yaşamalıdır. Samir də amma Bakıda yaşayır. Və Samir avtomatik olaraq həkim deyil. Polis də deyil. Çünki burada qeyd olunur ki, polis deyil. Bakıda işləyən polis. Deməli Samir oldu hakim. Hakimdirsə Samir, deməli Talih nə hakimdir, nə də Mədinə hakimdir. Hakimədir belə deyək. Deməli, e, Talih həkim deyil. Talih də həkim deyil qeyd olunubdur. Talih həkimdə deyilsə, demək Talih Şəkidə də işləmir. Şamaxıda işləyir və polisdir. Avtomatik olaraq da Mədinə də həkim olur. Bizdən nə soruşur? Mədinə harada və hansı peşələrdə işləyir? Baxaq, Mədinə bildik ki, həkimdir. Mədinə həkimdir. Bax, həkim variantları, bax burada Şəkidə həkim və Şamaxıda həkim var. Baxaq, Şamaxıda Talihdir, Mədinə Şəkidə həkim olacaqdır. Samir Bakıdadır, Mədinə Şəkidə həkim. Uyğun variant olacaq da D variantı. Bu tip məsələlər, bir də dediyin ünlü keçirəm üzərindən cədvəl çəkməklə adları bura qeyd edirsən, yaşayış yerlərini, şəhərlərini və belə deyək, ixtisasları, hansı ixtisas sahibləri bura qeyd edirsən. Daha sonra analiz edirsən bir-bir cümlələri. Analiz eləməklə yalnız bu tip testləri işləmək mümkündür. Deməli, davam edək. Uyğun variant burada oldu. Şəkidə həkim variantı, D variantı elə deyilmi? Sonra növbəti informasiya hansı qayda ilə emal olunduğunu müəyyən edin. İnformasiyanın hansı qayda ilə emal olduğunu müəyyən edək. Bunun üçün 2 dəqiqə 4 45 baxaq. Ədədin rəqəmlərin kvadratlar cəmi tapılır. Ədədin rəqəmlərin içərisində maksimum minimum tapılır. Axı burada cədvəl bizə verilməyib. Baxın, burada səhvlik var. Bax, 44-cü testdən sonra 45-ci test gəlir. İnformasiya hansı qaydaya emal olduğunu müəyyən edin. Ədədin üzərində ədədin rəqəmlərin cəmi gəlməklə tapılır. Ədədin rəqəmlərin fərqini. Bunun üçün bax belə bir cədvəl bizə verilməlidir. Bax, bu giriş verilənlərdən çıxış verilənlərə alınması ilə bağlı burada məlumat olmalıdır. Ondan sonra biz o məlumata əsasən bilməliyik ki, nədir? Buradakı kimi, 41-dəki kimi. Burada səhvlik var. 45-də səhvlik var. Cədvəl verilməyibdir. 46-ya baxaq. 46 da demək olar ki, cədvəl də qurmaq olar, amma bunu ardıcıl da yazmaq olar. Verilmiş fikirlərdən hansılar Cavidin yarışda neçənci yeri tutduğunu müəyyən edin. Baxaq. Fikirlər əsasında Cavid yarışda neçənci yer olduğunu tapaq. İmran, gəlin, bax, qələmdən istifadə edək. Bax, İmran, Yusif, Kənan, Valih, Cavid, Kamran.
Deməli 1, 2, 3, 4, 5, 6 dənə şəxsdir. İmran sonuncu oldu. Deməli axırıncı İmrandır. Yazıq İmran. Baş hərflərini yazmaqsa 3, 4, 5, baş hərflərini yazsaqsa kifayət eləyər. Yusif birinci olmadı. Deməli birinci nə İmrandır, nə Yusif. Yusif Kənandan tez. Deməli birinci Kənan da deyil. Kənan, İmran, Yusif. Kənan dedim bağışlayın. Kənan deyib Kəmran üzərindən çaşdım, xətt çəkdim bir dəqiqə. Deməli burada Kamran yox, Kənan. Deməli birinci ya Kamrandır, ya Valih ya Caviddir. Valih yaşda ikincini qabaqladı. İkincini qabaqlayıbsa, yəni ikincinin önünə keçibdi. Deməli Valihdir birinci. Valih birincidir. Kamran Pirişə Valihdən tez çatdı. Valih yaş yox yox bağışlayın ikincini qabaqladı deyirlər birincini ikincini qabaqladı yəni yaşda ikincini qabaqladı. Yəni Kamran finişə Valihdən tez çatıb. Kamran tez çatıbsa Valih ikincini qabaqlayıbsa Valih ikinci yerdədir. Kamran birinci yerdədir. Sonra Yusif Kənandan tez Caviddən gec finişə çatdı. Yusif Kənandan tez Caviddən geç. Yusif 1, 2, 3, 4-cü yerdədirsə, Caviddən geç. Cavid 3-cü yerdədir. Kənan da bax burdadır. 4-cü yerdə. Nə deyir bizdə? Cavid yarışda neçənci yer tutur? Cavid 3-cü yer. C variantı. Sonra növbəti bir dəqiqə. Aha. Davam eləyək 47-də. Nahar üçün restoranda əsas yeməklərdən 3 variant əlavə yeməklərdən 4 variant, içkilərdə isə 2 variant təklif edilir. Hər bir yeməkdən və içkidən birini seçmək neçə var? Bu tapşırığın bir neçə həll yolu var. Gəlin bunları nəzərdən keçirik. Amma bunlar ən səmərəli və ən vacibini qeyd edəcəm ki, o yolla davam edəsiniz. Baxaq. Bax, bu maraqlıdır. Deyir ki, nahar bir dəqiqə. Biraz bunu sağa sürüşdürək. Aha. Deyir, nahar üçün restoranda əsasən 3 yeməkdən əsas yeməklərdən başlayın. Restoranda əsas yeməklərdən 3 variant, əlavə yeməklərdən 4 variant, içkilərdə isə 2 variant təklif olundu. Deməli, əsas yeməklər, əlavə yeməklər və içkilərdə isə 2 variant təklif edildi. Hər bir yeməkdən və içkidən neçə əslində bunu ən rahat yolu qutu prinsipidir. Qutu prinsipi. Prinsip əsasən sanki bir 3 dənə qutu çəkirik. İndi bunu hər iki qutu daxilində mən göstərim. Sonra sadəcə altına xətt çəkməklə də kifayətlənmək olur. Bax, qeyd edək ki, əsas yeməklər, bax bunlar, bu olsun əsas yeməklər. Bu olsun əsas yeməklər. Bu əlavə yeməklər olsun. Əlavə yeməklər. Bu da olsun içkilər. Baxın, əsas yeməklərdən 3 variant. Yəni 3 variant, tutaq ki, deyək, məsələn deyirəm, aş, dolma və bozbaş. Tutaq ki, 3 Azərbaycan mətbəxindən nümunə gətirir, 3 dənə əsas yemək var menyuda, elə deyilmi? Bu 3 yeməyi, bax, 3 seçimdən biri olunur. Bu seçim qutulardır. Yəni 3 seçimdən birini elirsən bura. Yəni 3-dən biri ola bilər. Əlavə yeməklərdən də 4 variantdan birini seçirsən. Variant burada ümumiyyətlə qutularda daxilsən. Variantların sayı yazılır. Neçə dənə seçimi var? Ümumi say yazılır. İçkilərdə isə 2 variant. Məsələn, alın nəticələri bir-birinə vurursan. E, 4 dənə üçün 12, 12 nəfə 24 dənə seçimimiz olur. D variantı. Əslində bunun ağacvari strukturla da göstərmək olar, amma burada ağacvari strukturla göstərmək üçün
daha çox çeşidlərə bölünsəydi daha əlverişli olardı çəkmək. Amma əsas qəbul səviyyəsində bax bu şəkildə icra etmək lazımdır. Uyğun variant oldu. Bu da D variantı. Sonra növbəti testlərdə hansında daha xırdalıq varsa onu ağaclar sütundan göstərirəm. Sonra uyğunluq müəyyən obyektiv tamlıq, aktual. Təbii ki, bunlar informasiyanın xassələridir. Hər hansı bir obyekt haqqında düzgün qərar qəbul etmək üçün kifayət edən informasiya. Bu tam informasiyadır. Qərar qəbul etmək üçün informasiya tam olmalı. A uyğun gələcək 2-yə. İnformasiya bir şəxsin fikrindən asılı olmaması. Bu obyektivlikdir. Yəni bir şəxsin fikrindən asılı deyil. Sonra informasiyanın bir neçə mənbədən araşdırıb üst-üstə düşərək uyğun olması bu etibarlı informasiyadır. Burada variantlarda yoxdur. İnformasiyanın hal-hazırki gündəmə uyğun olması bu aktuallıqdır. D variantı uyğun gələcəkdir 3-ə. Yalnız deyilən şəxsin başa düşməməsi də bu anlaşılan informasiyadır. 1B2A, 1B2A, 3-dür. Uyğun variant olacaqdır. Bu da A variantı. Növbəti 49-cu suala baxırıq. Uyğunluğu yenə müəyyən tələb olunur. İnformasiyanın növləri, informasiyanın xassələri, biraz informasiyanın xassələri haqqında danışdıq, elə deyilmi? İnformasiyanın xassələri hansılar oldu? Qeyd elədik. Taktil, elə deyil, taktil neymiş? Tamlıq informasiya xassəsidir. Deməli, Y gedəcəkdir 2, elə deyilmi? Taktildə də bunlar heç biri uyğun deyil. İnformasiyanın təqdim olunma formaları və informasiyanın növləri. İnformasiyanın növləri hansılardır informasiyanın növləri? Və təqdim, informasiya sizə təqdim oluna bilər, bax. Vizual şəkildə təqdim oluna, daha doğrusu vizual neymiş, mətn şəkildə təqdim oluna bilərmi informasiya? Ədədi şəkildə və mətn şəkildə təqdim oluna bilərmi? Bəli. Deməli, B və C uyğun gələcəkdir. Deməli, üçüncüyə. B və C. Və vizual da, taktil də, yəni A ilə D də uyğun gələcəkdir birinciyə. İnformasiya növləri vizual və taktildir. 1AD, 2Y, 3BC uyğun variant olacaqdır. Bu da deməli B variantı. Növbəti 50-ci testə baxırıq və sonuncu testə bununla baxıb yekunlaşdırırıq. Uyğunluq müəyyən edin, informasiyanın saxlanması, emal ötürülməsi ilə bağlı. Anar müəllimin verdiyi tapşırığı həll edir. Şagird həll edirsə bunu deməli emal prosesi gedir burada. A uyğun gələcəkdir 3-ə. Müəllim bugünkü mövzu haqqında uşaqlara məlumat verir. Məlumat versə informasiyanı ötürür. B uyğun gələcəkdir 2-yə. Fərid müəllimin danışdığı dərsi dəftərə qeyd edir. Qeyd edirsə, deməli, yadda saxlar. C uyğun gələcəkdir birə. Riyaziyyat müəllimi natural ədədlər mövzusunu izah edir. İzah edirsə, deməli, informasiyanı ötürür. D uyğun gələcəkdir 2-yə. Modelləşdirmə haqqında məlumat informatik kitabında yazılıbdır. Yazılıbsa, deməli, burada yazılıb sadəcə qeyd olunubdur. Yazılıbsa, deməli bu saxlanılıb da. Kitabda nəsə yazılıb qeyd olunursa, deməli o saxlanılır. Saxlanılmazsa uyğun gələcəkdir belə birinciyə. 1C-Y, 2B-D, 3A. Uyğun variant olacaqdır B variantı. Belə. İnformasiyanın qorunması, ziyanverici proqramlar, kompüter cinayətkarlığı, kriptoqrafiya. Bunlar növbəti dərslərdə bunların izahını verəcəm. Bugünlük bu qədər və ümid edirəm ki, sizlər üçün faydalı oldu.